Çox hörmətli həmkarlar, gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında 2001-ci il tarixli beynəlxalq konvensiyaya qoşulmaq barədə bu sənəd yalnız beynəlxalq sənədin mahiyyətini istəyirəm ki, izah edeyim ki, nə üçün bizə bu sənəd lazımdır. Bu, Azərbaycan Respublikasının ətraf mühitin qorunması, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi strateji siyasətin mühüm bir tərkib hissəsidir. Son illər Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərdən səmərəli istifadə, yaşıl enerji mənbələrinin inkişafı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, bir çox məsələlər əsas istiqamətlərdən birinə çevrilmişdir. Və bu siyasət iqtisadi inkişafla ətraf mühitin mühafizəsi arasında balansın təmin edilməsinə xidmət edir. Və bugün ratifikasiyası müzakirə olunan bu sənəd dəniz mühitinin mühafizəsinə yönəlmiş ən mühüm beynəlxalq sənədlərdən biri kimi qiymətləndirilir. Konvensiyanın əsas məqsədi gəmilərin gövdələrində istifadə edilən, dəniz ekosisteminə zərər verən çirklənmə əleyhinə sistemlərin istifadəsinə nəzarət etmək, təhlükəli maddələrin tətbiqini məhdudlaşdırmaq və təhlükəsiz alternativlərin istifadəsini təşviq etməkdir. Məlumdur ki, keçmiş dövrlərdə bəzi gəmi örtüklərində istifadə olunan maddələr su hövzələrində yaşayan canlı orqanizmlərə mənfi təsir göstərmiş, biomüxtəlifliyin azalmasına, dəniz ekosisteminin pozulmasına səbəb olmuşdur. Və buna görə də Beynəlxalq Dəniz Təşkilatı tərəfindən bu sahədə vahid standartların müəyyən olunması zərurəti yaranmışdır və konvensiyanın əsas tələbləri aşağıdakılardır. Ətraf mühitə təhlükə yaradan örtük sistemlərindən istifadənin qadağan edilməsi və məhdudlaşdırılması, ikinci, ekoloji baxımdan təhlükəsiz alternativ texnologiyaların tətbiqi, üçüncü, gəmilərin sertifikatlaşdırılması və texniki yoxlamalardan keçirilməsi, dördüncü, liman dövləti nəzarətinin həyata keçirilməsi və nəhayət beynəlxalq monitorinq və məlumat mübadiləsi mexanizmlərinin tətbiqi. Bu tələblər yalnız dəniz mühitinin qorunması deyil, həm də beynəlxalq gəmiçilikdə şəffaflığın, təhlükəsizliyin və bərabər rəqabət şəraitinin təmin edilməsinə xidmət edir. Bu məqamda xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan bu sahədə ratifikasiyadan əvvəl də məsuliyyətli mövqe nümayiş etdirilirdi. Azərbaycan Xəzər dəniz gəmiçiliyinin istismar etdiyi gəmilərdə tətbiq olunan alt örtük sistemləri uzun müddətdir ki, konvensiyanın prinsiplərinə uyğun şəkildə seçilir və ətraf mühitə zərər verə biləcək maddələrin istifadəsindən könüllü imtina etmişdir. Və bu fakt onu göstərir ki, ölkəmizin dənizçilik sektoru beynəlxalq standartların tətbiqində yalnız hüquqi öhdəlikləri deyil, həm də ekoloji məsuliyyəti əsas rəhbər tutur. Lakin hesab edilir ki, ətraf mühitin qorunması yalnız ayrı-ayrı operatorların könüllü yanaşması ilə məhdudlaşmamalıdır və Xəzər dənizinin qorunması bütün gəmi operatorları üçün eyni səviyyədə vacib olmalıdır. Buna görə də artıq praktikada tətbiq olunan bu müsbət yanaşmanın qanunvericilikdə möhkəmləndirilməsi və bütün operatorlara şamil olunması mühüm əhəmiyyət kəsb edir. Ratifikasiya məhz bu məqsədə xidmət edir və ratifikasiya qəbul olunarsa nə baş verəcəkdir? Dəniz mühitinin qorunması güclənəcək, ekoloji risklər azalacaq, beynəlxalq tərəfdaşlar qarşısında etibarlılığımız artacaq, gəmiçilik və logistika sektorunun rəqabət qabiliyyəti yüksələcək və beynəlxalq standartlara uyğun təmin ediləcək. Eyni zamanda qeyd edilməlidir ki, beynəlxalq texniki və ekoloji standartlardan kənarda qalmaq gələcəkdə əlavə maliyyə xərclərinə, beynəlxalq bazarlarda rəqabət imkanlarının azalmasına və bəzi hallarda liman xidmətlərindən istifadənin məhdudlaşdırmasına da səbəb ola bilər. Bu mühüm bir sənədi deputat həmkarlarım tərəfindən dəstəkləməyə dəvət edirəm. Çox sağ olun.